Uşaqlar bax, bu sualda deməli görürük ki, aşıq musiqisi var, opera var və muğam var. Düzdür? Bu aşağıda gördüyümüz hissəyə fikir versək, görürük ki, bu 3 dənəsi bir-birindən kəsişə bilir. Aşıq musiqisi, and, opera, and, muğam. Gəlin 3 dənə burada dairə çəkək. Orada kəsişmə olduğuna görə mən də burada bunu yazmış oldum. Deməli, baxırıq ki, burada nələr var. Aşıq musiqisi, buna gələrik, bu hissəyə gələrik, bir dənə fikir veririk bura. Aşıq musiqisi, and, opera, and, muğam. Üçünün kəsişməsi 25-dir. Amma aşıq musiqisi ilə operanın kəsişməsi 258-dir. 258 haradır? Baxın, 258 buradır. Sarı olan rəng. Aydındır, bu kəsişən hissə. Sarı olan hissə. İndi bunu yazırıq burada. Gəlirəm burada, yazıram nə? Bu olsun 258. Düzdür? Hamısının kəsişdiyi hissə neçədir? 25. Deməli, bax, balaca gördüyümüz bu hissə 25'dir. 258'dən 25'i budursa, burada neçədir? Ay sağ ol. 233. Doğru. İndi burada nə demək istəyir? Opera və muğamın birləşməsinin aşıq musiqisi ilə kəsişdiyi hissəni tapacağıq. Birinci növbədə birləşməyə baxaq. Gəlin birləşməyə fikir verək buradan. Baxın, birləşmə bu deməkdir. Yəni yaşılla göyün birləşməsi. Aydındır, hətta bunu da bu formaya alıram. Belə bir şey deyək. Aydındır. İndi bax, bu birləşən hissənin qırmızı ilə kəsişdiyi hissəyə də baxacağıq. Həmin hissə də buradır da. Yəqin ki, bunu gördünüz artıq. Baxın, qırmızı ilə kəsişən hissələr haradır? Düzdür? Buradır. Yəni, bunu da bir qədər belə yazsaq, bax, həmin bu hissədir. Deməli, biz istədiyimizi tapdıq da artıq. Burada bir dənə belə bir şey yazırıq. Buranı bilmirik neçədir. Bax, bu qalan bu hissəni. Buranı bilmirik hissədir. Bura x yazırıq. Deyir ki, yəni qırmızı dairə ilə belə deyirəm. Yaşıl və göyün birləşməsinin kəsişdiyi hissə gördüyünüz kimi bu sarı olan hissədir artıq. Bu nədir bizə verir? 338. Deməli, bunları toplasaq, x üstə gələ 25, üstə gələ 233 bərabərdir 338. Onsuz da bunu yuxarıda qeyd edilmişdik, 258-dir. Və gəlirəm burada yazıram. X bərabərdir 338 çıxaq 258 bərabərdir neçə? 80. Biz x-i tapdıq 80. Amma bizdən nə soruşur? Aşıq musiqisi ilə muğamın kəsişdiyi hissə. Yəni bizdən soruşulan hissə buradır. Baxın, bax, bura. Aydındır? Aşıq musiqisi budur. Muğam buraydı, opera da buraydı. Yəni buranı soruşur. X-i tapdıq 80. X üstə ilə 25 istəyir. O da 80 üstə ilə 25 bərabərdir 105. Aydındır? Bu şəkildə.